sağlıq proqramı haqqında danışacağıq. Yenə ünvanla getirmiş suallarımı o cavab verəcəm. Bu sağlıq proqramının əsas məqsədi nədir? Az öncə danışdıqlarımıza əlavə olaraq mən etik kodekslə başladım dedim. Amma sonra gördüm ki, mən insanlara doğruları göstərməyə çalışdıqca tək başına qumru kimdir? Yəni, okey, gedib universitetlərdə oxuyub gəlib, çox iş görməyə çalışır, amma yəni bu ve bunun üstüne de biraz da insanlarda hissi de olur aslında. Okey, yani o da bizden biridir ve bizden biri olduğuna göre bizden qabağa keçməyi ya da ne bileyim doğruları deyirsə daxil o üç meymunu oynamaq prinsipi başladığını gördüm. Çox qapı çok inanılmaz bir şekilde üzüme açıldı ama bir o kadar da ikinci planda da bir o kadar qapı bağlandı. Ve insanlar həqiqətən az önce dediğim gibi üç meymunu oynamağa başladılar. Bu durumda ne edə bilərdik? Ben çünkü eğer ki bu cəmiyyətdə yaşayacağımsa, bu cəmiyyətdə işləyəcəmsə, bu cəmiyyətdə evlatlarımı böyüdəcəmsə ve bu cəmiyyətdə insanların zərər gördüğünü görürəmsə, nəsə eləmək lazım idi. Ve belə bir qərara gəldik ki, hocalarımı mən çox sevdiyini bilirəm. Onların ikisini istifadə edim. Yaxşı səslənmir, bilirəm. Amma dedim ki, qərara gəldim ki, hocalarımın qapısını döyərəm və onlara deyərəm ki, mən əslində insanları məlumatlılıq səviyyəsini çoxaltmaq istəyirəm. Projekt olaraq bunu etmək istəyirəm. Və elə də elədim. Ejdar Hoca ilə başladım. Ejdar Akgül Yıldırım'a zəng elədim. Əvvəl mesaj yazdım, sonra zəng elədim, danışdıq və oldu. O dönemde de okey dedi, seve dedi. Çok sevindim. Yani o gün çok yaxşı dopamin salgılamıştı yanımdadır. Sonrasında hatta Ejdar Hoca'nın əməliyyatı var imiş, bilmirəm. Mən də onunla günü danışmışam. İndi o günə görə planlarımı qurmaq istəyirəm. Heyecanlıyam. Yazıram, cavab gəlmir. Oh my god, mən neynəyəcəm? O seni hazırladı, girdi və s. Ejdar Hoca yoxdu. Ya dedim ki, linke başlamadan bitti, mən bu söyledim. Sonra Ejdar Hoca'ya geri döndü ki, mən əməliyyatdaydım. Çok qəribə hisslər keçirdim ki, adama əməliyatda olmağa deyim ki, Ondan sonra hatta əməliyyatdan biraz daha tam sağalmadığı halı inanıydı. Sağ olsun, çok sağ olsun. Onunla başladım. Ejdar Hoca'nın məndə yeri başqadır. Məndə yerində nə var da, Türkiye'də də yeri başqadır. Psixiatriya cəmiyyətinin başkanlığını yürüdüb, sərf etməsi sağlığı ilə əlaqəli ilə başkanlıqdan yeri çəkildi. Köməkçi başkan olaraq davam edir. Məlumatlılıq səviyyəsi çoxdur. Bu yolda nələr edilə biləri bizə göstərə biləcək ən önəmli adlardan biri idi ki, onunla da başladım. Sonrasında yenə də bu yolda elə bir adı idi ki, o mənə kömək olacaqdı. Ejdar Hoca'nın etik prinsiplərinə, popüləritəsinə biraz güvənərək də ki, onunla başladıq ki, necə ki, çox qapıda Ejdar Hoca sayəsində açıldı mənə. Əvvəl dediyim kimi, başlarda birə-bir çalışdığım hocalarım idi. Ondan sonra yavaş-yavaş Ordinarius Onur Güntürk'ün onunla mən əlaqə saxladığımda, əlaqə qurduğumda, dedim, meylimə daxil cavab verməz yəqin ki. Amma durumu izah etdim əslində ona. Və çox səmimi bir insandır. Yəni mənim bu proqramı hətta keçən dəfə Fatıma Hoca ilə danışırıq. Deyir ki, sən çox gözəl bir iş edirsən, hər şeydən əlavə özün üçün çox gözəl bir şey edirsən. Məndə də olur. Çünkü hem bu kadar değerli insanları tanımaq fürsətim olur, hem bu kadar değerli insanlarla danışmaq, bu kadar değerli insanların səsini ölkəmə eşitdirməyə fürsətim olur. Ve sonrasında neyi fark ettim, farkına vardım, kimse anlamıyor. İnsanlar ordinariusun ne olduğunu ya da hatta profesörlük derecesinin ne olduğunu, belki profesörlük biraz... Ben ordinariusu şeyden öğrenmiştim, hiç bilmiyorum. Yani üniversite dahil bir şey yok öyle. Yani çok bariz bilinen bir şey değil, okay, herkes bilmelidir diye bir şey de değil. Ama en azından mən nəyi maraqlanıram hər zaman üçün? Məndən bəzən soruşurlar, necə olur ki, bu adları tapıb gətirə bilirsən? Hətta bəzən şey deyirlər, onların hamıza pul verib gətirirsən? Yox. İnanın, pulla o insanları bırakın qapısını çalmağı, geri dönüş belə eləməzlər. Yəni, o qədər dəyərli adlardır. Və yaxud da hansısa bir güc və s. istifadə edir, əsla və qətiyyən deyil.
çox dəyərli insanların mənə kömək eləməklərinin tək bir məqsədi var. Onların heç bir çıxarları yoxdur bu arada. Heç bir çıxarları ola bilməz. Ya bu yolda nə qədər bir şeyləri dəyişmək istədiyimi görürlər əslində. CERN hocası şey demişdi. CERN-ın Altan Hoca ilə görüşdüyümüzdə məndən şey soruşdu çox qəribə bir şəkildə. Heç soruşmursan necə oldu qərar verdin sən proqrama çıxmağa? Bir çox proqram da çağırır onu. Bir çox proqrama çıxmır. Mənə də çox maraqlıdır dedim. Necə oldu? İndi səsini qısaraq soruşuram onu. Və sonra məlum olur ki, əslində bir görürlər hardan məzunam, nələr etməyə çalışdım, nələr etməyə çalışıram və ən əsası bu motivasiyam, bir şeyin dəyişmə motivasiyası, niyyətimi görürlər, oxuyurlar və bu insanlar mənim niyyətimi oxuya biləcək intellektual düzəyə sahib insanlardır əslində. Və ona görə geri çevirmirlər məni. Və bu vəsilə ilə də həqiqətən də bu qonaq etdiyim adlar həqiqətən də möhtəşəmdir. Hər şey detaylı izlədiyim bir proqramdır və həqiqətən zevq aldım. Tək ümidim hər kəsin izləməyə olur. İzləyəcəklər, ya bir yerdə izləyəcəklər. Məncə elmə marağı olan bir qrup var. Bir də həqiqətən də özünü elmə bağlamış qrup var. Yəni gözlərini bağlayıb heç bir şey görmək istəmir və s. Amma məsələn bəlkə də bu şeyləri danışmağın da faydası var. Yəni çünki podkastlar çoxdur. Məsələn mən də bir nöqtədə podkast dinləməyə başladığımda Azərbaycanca bir ara Azərbaycancanı təkmilləşdirim deyə qərar verdim ki, Azərbaycanca podkast dinləyəcəm. Bir neçə dəqiqə sonra bağladım. Bu ona görə bağladım ki, çünki bir yerdən sonra qadın-kişi münasibətləri, qadın-kişi münasibətlərinə toxunular, amma hər şey qadın-kişi münasibətləri üzərindən olmalıdır. Ya da mən elə fikirləşirəm ki, bu belə də o elədi mövzuları. Mənim üçün zamansız itki kimi, zamanımı itirmək kimi hiss etdim və durdurdum, təəssüf ki. Mənim üçün önəmli olan şey nədir? Əminəm ki, bu qrup insanlardır, çünki var, o obsesiv insanlar hətta qrupundan çoxdur. Bizlər kimi obsesiv olan insanlar ən doğru məlumata çatmaq istəyirik, ən doğru insana çatmaq istəyirik və bunu əldə etmək üçün də ən azından mən öz tərəfimdən bilirəm ki, heç kimə faydalı olmasam da özümə faydalıyam. Və bu qədər dəyərli insanlarla görüşüb, bu qədər dəyərli insanları dinləmək, ayna neyronlarımı aktiv etmək, ayna neyronları nədir? Məsələn, biz burada indi oturmuşuq, Lavia duyğulanır, gözləri dolur, onun gözləri dolandır, mənimki də avtomatik olaraq mənim ayna neyronlarım aktiv olur və ona cavab olaraq mənimkilər də dolur. O gülümsəyəndə mən gülümsüyürəm, ya mən gülümsəyəndə o gülümsəyir. Bunları edən şey ayna neyronlardır. Qarşımızdakını kopyalamaq əslində bir ən bəsit diliyle desək, beynimizdəki neurokimyasal durum kopyalayır və bizi onun kimi ona yönəlik olaraq aslında sosial bilişə gətirir, çıxardır. Bu arada sosial bilişi də Fatma Hocam atmışdı, siz deyə bilərsiniz. Mesela otizmli olan bireylərdə deyək ki, sosial biliş yoxdur. Ona görə də Lavia məsələn burada indi gözləri dolsa, bir otizmli biri olsa mən onun gözlərinin niyə dolduğunu anlaya bilmərəm. Yəni o duyğu mənə keçməz. Empatiya qura bilmərəm onunla, kimi. Proqram kimlər üçün nəzərdə tutulub? Proqram hər kəs üçün nəzərdə tutulub. Mənim yola çıxma səbəbim insanların məlumatlılığını artırmaq idi. Bir mütəxəssis, bir tələbə, bir oxumuş, oxumamış insan deyildi əslində. Mənim məqsədim hər kəsin buradan yararlanmaq idi. Çünki özəlliklə proqramıma qonaqlarımı dəvət etdiyim vaxtı xahiş edirəm ki, qonaqlarımdan məsələn bir dayalı bir yöntəmi anlatsınlar, bir toolu anlatsınlar, bir terapi məktəbini anlatsınlar. Və yanında da bir psixopatologiyanı ələ alsınlar. Məsələn, bu FBT-ni Mədin Hoca anlatmışdı, deprem və şiddət üzərindən anlatmışdı. Yəni, zəlzələ və şiddət məhdudları üzərindəki PTSD-dən anlatmışdı. Ebru Hoca anlatacaq, BDT-ni anlatacaq, qayğı bozuqluqları ilə anlatacaq. Öngür Hoca hər vaxtdan dəvət eləmişik onu bu arada. Onu da çox səbirsizliklə gözləyirəm. O, ən son çalışmalar, neurogörüntüləmə çalışmalarının əslində beyni anlatacaq bizə.
amma eyni zamanda da psixoz və bipolar anlatacaq. Kimi? Yəni həm insanların oradan faydalanmağını, xəstəliyi olan insanların faydalanmağını istəyirəm, amma eyni zamanda da mütəxəssislər, uzmanlar ya da daha dərin məlumat əldə etmək istəyən insanlar üçün də daha dərin mövzularını anlatmaqlarını istəyirəm hocaların. Mümkün olduğu ən bəsit dildə istəyirəm bunu. Əlbəttə bu ən bəsit dildə olmur, çünki insan beyni ya da insan orqanizması o qədər bəsit bir mexanizma deyil ki, onu ən bəsitə endirgəsək daxil bəzi insanlar çətinlik çəkir onu anlamaqda. Mümkün olan bir də türkçə seçməyimin də səbəbi əslində. Yəni Southamptondan da, Cardiffdən də orada hocalarımı çox istəyərdim əslində təqdim etmək. Ya da yabancı dildə bir neçə hocalar var dinlədiyim, çox dəyərli insanlardır bunlar da. Sadəcə sıxıntı nədən ibarət olur? Dili çatdırmaq. Yəni türkçə biraz insanlarımız hakimdir bu dilə. Ona görə biraz türk dili üzərindən bir proqram etməyə çalışdım. Xarici universitetlərdən, Stanforddan olsun, Harvarddan olsun, orada təhsilini almış insanlar var məsələn, ya da məsələn hocam King College-ların travma laboratoryasını quran insandır, oradan olsun, gəlsin ki, Türkiyədə yaşayır mı? Yəni dilləri türkçədir, hakim dillər o dilləri. Ona görə də həm beynəlxalq təcrübəni gətirmək istəyirəm, həm türk dilini də gətirmək istəyirəm, həm də ən doğru məlumatları gətirmək istəyirəm deyəndə ortaya bu adlar çıxır. Bir hansısa bir mövzudaydı və təlim var idi, ona qatılmaq düşünürdülər. O qədər yəni sadəcə məşhur deyə də, amma sonra sizin proqram yadıma düşür ki, yəni əslində buradan belə o ödəniş verib getdiyiniz, məsələn Azərbaycanda olur da çox zaman simpoziumlar olur, döyənməsiniz. Evdə ki bir dəfə qatılmışdıq sizinlə, sadəcə fəlsəfəyə tutulmuşlar, psixologiya adı altında. Psixologiya tutulmuşlar. Yəni bu simpoziumlara qatılmaq yerinə, yəni araşdırmaq lazımdır da, yəni nə var, kimlər var içərisində. Simpoziuma qatılmayaq deməyək, əlbəttə qatılmaq... Yox, sadəcə dediyim, bu kimi simpoziumlar, yəni qeyri-elmi sizə bir şey verməyəcək simpoziuma ya da təlimlərə qatılmaq yerinə, məsələn, var, ücretsiz də var, internetdən, YouTubedan araşdıra bilərsiniz, videolar var, elmi videolar var, ya da Rusallı proqramından baxa bilərsiniz, yəni daha çox yəni keyfiyyətə önəm verin də, kəmiyyətə yox. Nə qədər insan izləyir, nə qədər takipçisi var, nə qədər reklam gücü, bunlara deyil də, yəni nə anlattığına, kim olduğuna, danışanın kim olduğuna da baxmaq lazımdır ki, kimdir bu insan, nə verir sizə? Yenə dünənləri verilən suallardan biri, kimi seçək, hansı universitetləri seçək, mən orada da dedim, baxın kadrları kimdir? Məsələn, adını desək ki, budur universitetləri, universitetlərin adları önəmlidir, reytingləri önəmlidir və içindəki insanlar kimdir, təlimi verən insanlar kimdir? Adını demək də istəmirəm. Professordur, amma mən o professoru heç bir vaxt proqramıma çağırmaram. Mən o professoru heç bir vaxt, yəni böyük danışmayayım, amma hörmət edib onun qurduğu universitetə getmərəm. Yenə də bir şeylər eləyir, tamamən yanlışdır deyə bilməyəcəm, amma unetikal tərəfləri bir insanın çoxdursa, onun yaratdığı, etdiyi, gördüyü işlərdə də tələbələr yetişdirdiyi müddətdə də yenə də bir problemlər olacaq. Ona görə ən doğrunu yenə də insan özü, yəni mən bunları özüm üçün doğru bildiyim, rəva bildiyim insanları, necə deyərlər, yolumu davam edirəm. Hər kəs özü üçün, yəni bu insanın özünü hörmət etməsi də biraz buradan gələn bir şeydir. Yəni necə ki mən gedib hər yerdə, hər təmiz olmayan bir yerdə yemək yemərəmsə, bunu özümə rəva bilmirəmsə, eyni şəkildə beynimi də çox bilgilərlə doldurmaq istəmirəm. Bir çox təlimədə əslində danışılan şeylər, yəni çox da elmi tərəfinə deyil də, daha çox dediyimdə fəlsəfi, nə bilim, fəlsəfəyə gəlsə ötüb başına qoyacaq. Ruhi məsələlərə, yəni qeyri-elmi, anetikal şeylər toplunur və deyirsən ki, məsələn, mən bunu zaten kitablardan öyrənə bilərəm. Daha adi kitablar var da, şəxsi inkişaf kitabları. Tam o kimi tərzdə danışılır və motivasiyanı artır, belə olacaq, bu tərzdə danışılır. Amma elmə girəndə daha dərin, beyin tərəflərini və mən dərslərimdə ən çox önəmli müəllimim məsələn beynindən danışmırsa, əlaqələndirmirsə, artıq o mənə çox maraqsız gəlir. Bu çox şey, çünki yəni, psixologiyanın digər tərəfdən elm eləyən şeydir, yəni araşdırmalardır və araşdırmalar daha çox da hal-hazırda günümüzdə, müasir dövrümüzdə bayağı bir inkişaf edib də, yəni beyni artıq fMRI ilə, MRI ilə baxa bilirik, müəyyən eksperimentlər apara bilirik, yəni bu varkən, müasir dövrümüzdə bu təhsilatlar varkən, araşdırmalar varkən bundan danışmayıb. Niyə gedib, məsələn, ancaq Freud'in psixoanalizindən falan danışması, okey, ola bilərsək. Sadəcə bütün çərçivəni oradan baxmaq,
ya da nə bilim çox keçmişdə, yəni Sovet dövründən qalmış bilgilərlə Ayşə Hocanın dili ilə deyim. Freud da o dönemin zeitgeist'ıydı. Yani bu o demeydi ki yeniliği idi. Sadece bizde problem bilirsen ne var mı? O zeitgeist'lar olur. Yani mesela bir dönem o dönem için bir patlayış edən bir yöntem gelir. Yeniliği gelir. Ve o yeniliği bir müddet sonra daha farklı bir zeitgeist'la yer değişir. İnkişaf edecek. Bəli, ama bizde yoktu. Bizde o zeitgeist'a takılı kalıblar. Hələ hipnozda qalıblar, hələ Freudda qalıblar və işin ən qəliz tərəfi odur ki, digər yöntəmləri rədd edirlər. Yəni yoxmuş kimi davranır. Mobbinglərə, zorbalıqlara məruz qalırlar universitetlərdə, professorlarla və s. Və mənim yolumdan getmirsənsə, sən heç bir kimsən, sən heç kimsəsən. Bu hər hansı bir formada ya öz fikrini deyə bilməzsən, azad hür ifadə edə bilməzsən və hörmət etməlisən adı altında insanlara məlumatı çatma yetkisi əllərindən alınır. İndi ümid edirəm ki, bunlar sadəcə şayə idi. Hocaların haqqına giriblər, nə deyim? Təəssüf ki, var elə şeylər. Yəni istər universitetlərdə olsun, istər yəni sadəcə insanların gedərkən, mən istər psixoloq yanına, istər hər hansı bir quruma gedərkən, mərkəzə gedərkən, universiteti seçərkən araşdırması önəmlidir. Yəni ya da sosial mediada da özünüz görərkən, yəni o süzgəcdən keçirmək lazımdır. Beynin süzgəcindən keçirmək və araşdırmaq önəmlidir. Bütün hər məlumat, hər deyiləndə özünü mütləq etdirmək lazım deyil. Bəli, 100%.